bəzi valideynlər düşünür ki, körpə nə qədər çox yesə, nə qədər kalorili yesə, bir o qədər onun immun sistemi yaxşı olar, amma bu təəssüf ki, belə deyil. Körpə onun ehtiyacı olduğu qədər yeməlidir. Daha çox səhər yeməklərində protein dediyimizdə bu yumurta ola bilər, süd məmulatları ola bilər, hansısa bir ət məhsulunu səhər yeməklərində çox istifadə etməyə biz alışqın deyilik. Ona görə daha yaxşı olar ki, yumurta, süd məhlulları, yağ da olmalıdır, kərə yağı da olmalıdır, istifadə edilməlidir. Karbohidratlardan çörək ola bilər, kiçik bir dilim bisküvi də yeyə bilərlər. Yəni ki, bu məktəbə getməmişdən öncə körpələrin bu şəkildə bir qidalanmasını təşkil etmək olar. Əgər körpəni aparıb o fast foodları, o belə deyək, zərərli qidaları alışdırmayanda körpə heç onları tanımır və onlara qarşı bir marağı da olmur.